Bağışlayan və mehriban Allahın adıyla. Dəyərli xalqımız, əziz müsəlman, bacı və qardaşlarımız. Hər həftə olduğu kimi bax bugün də İrşimiz adlı verilişimizlə yenə də evlərinizin qonağıyıq. Dəyərli izləyicilərimiz, bugünkü günümüz digər günlərdən çox fərqlidir. Qurban bayramı. Doğrudan da əzəmətli bir gün, bərəkətli bir gün, gözəl bir bayram. Allah təbarək və Teala bu gözəl bayramı hər kəs üçün mübarək eləsin. İstər vətənimizdə, istər həc mərasimində, Kəbə evində, Allahın beytində kəsilən qurbanları və edilən duaları Tanrı öz dərgahında qəbul etsin. Allah təbarək və Teala hər bir kəsə bu gözəl ziyarətin, həm də şifaətin nəsib eləsin. Bəli, verilişimizin əvvəlində özümə borc bilirəm. Hər dəfə olduğu kimi bugün də qeyd edəm. İrş Media səhifəmizə abunə olmağı unutmayın. Bizə mənəvi dəstək olun ki, biz də sizlərin xidmətində olaq. Bugün studiyamızın çox dəyərli bir qonağı var. Doğrudan da illərdir Azərbaycana, vətənimizə öz elmi ilə, öz biliyi ilə, öz ədəbi ilə və elə mən belə deyərdim, şəxsən o münasibəti ilə qardaşımız, əzizimiz, Qafqaz Müsəlmanlar İdarəsinin Bakı üzrə qazisi və bizim Əjdər bəy məscidinin dəyərli ilahiyyətçisi, şəxsən mənim böyük qardaşım Hacı İlham qardaşım studiyamızın qonağıdır. Hacı, xoş gəlmişsiniz. Çox sağ olun Mehdi müəllim. Təşəkkür edirəm sizə. Əvvəl dəvətinizə görə, sonra da gözəl verilişinizə görə ki, izlənilir, sevilir, seçilir, baxılır, gənclərin maraq dairəsindədir. Bu çox sevimli bir şeydir. Hacıcan, mən ilk öncə öz adımızdan, studiyamızın bütün əməkdaşları adından və bizi izləyənlər adından sizə xüsusi dərin təşəkkürümü bildirirəm ki, bizim dəvətimizi qəbul eləmişsiniz. Çünki bilirik ki, sizin o xidmətiniz, vaxtınız və bizə ayırdığınız vaxt zamana görə sizə öz dərin təşəkkürümü bildirirəm inşallah. Hacıcan, mübarək Qurban bayramıdır. Bugün bayram günüdür və istəyərdim elə bu Qurban haqqında, bu bayram haqqında, bu bayramın mahiyyəti haqqında bir qədər inşallah danışaq. Ya Allah. Bağışlayan və mərhəmətli Allahın adı ilə, Peyğəmbərin yadı ilə, Əhl-i Beytin şadlığı ilə və sözümüzə başlayaq. Mülk sahibi olan Allahın adı ilə. Deməli, qeyd etdiyiniz kimi Qurban bayramı adı da düşündürücüdür və mahiyyət etibarilə. Və ərəb dilində Qurban bayramı bizim dilimizdə, amma ərəb dilində Eidul Adha, yəni fədakarlıq bayramı. Biz elə buna fədakarlıq bayramı desək, daha uyğun olar. Qurban sözünün mənasını da bir neçə dəqiqədən sonra təbii ki, ilərləyən dəqiqələrdə deyərik. Mənası nədir və qurban mahiyyəti nədir və nə üçün Allah Teala Qurban bayramını bu qədər önəmli şəkildə təqdim edib. Və biz bilirik ki, Quran-ı Kərimdə bu barədə sayılı ayələr var və mən istəyərdim ki, hörmətli seyircilərimiz elə Qurban bayramı ərəfəsində fürsət düşmüşkən Quran-ı Kərimin Bəqərə surəsinə, Ali İmran surəsinə, Həc surəsinə və bir də Saffat surələrinə Qurban bayramı ilə bağlı baxsınlar. Ümumiyyətlə və qeyd edeyim ki, fədakarlıq oradan yaranır ki, bir zamanlar Həzrəti İbrahim fədakarcasına Allahın əmrini yerinə yetirmək üçün. Bilirsiniz, İbrahim Peyğəmbər ağıl yaşlarında ata olur. İnsan yaşlı vaxtında. Allah ona bir həlim, mübarək bir övlad bəxş edir. Əhdi də belə idi ki, övladı olmur və əhdi peyman eylərəm, sinə biryan eylərəm, ilahi mənə bir oğul versən, onu sənin yolunda mütləq qurban eylərəm. Sözləri ilə bir bayatı şəklində biz başlayaq. İnşallah. Və o cür müraciət edir Allaha və oradan da adamı kövrəldir bu söz. Və belə də olur, Saffat surəsində onun hekayəsi var. Və hekayəsi ilə belə başlayır ki, Həzrət İbrahimə Allah çox gözəl, həlim, tərbiyəli, ağıllı bir oğul əta edir. O da bir müddət keçəndən sonra oğluna baxır, fəxr edir və deyir, sənə nəzər toxunmasın da, bizim o qədər gözəl oğul bir Allah ona bəxş edir ki, İsmail çox gözəl oldu. Və gözəlliyi ilə İbrahim ona baxır və deyir, sənə göz toxunar, gözdəyər, filan eləyər. Deyir ki, o da deyir ona ki, Allah yolunda qurban deyilənə göz toxunmaz. Bax, belə bir şey. Və həmən gecə
bir rivayətə əsasən və Quranın da məntiqi elə budur. Yatır, yuxuda oğlunu qurban kəsməyi Allah ona əmr edir. Və deyir ki, sən əmr edirəm ki, sən oğlunu qurban kəsəsən və fədakarlıq elə buradan başlayır. Sizin o sözünüzə, niyə görə məhz Qurban Bayramı, niyə görə məhz Həzrət İbrahimin o fədakarlığından bir nümunədir. Əslində insanlığın nümunəsi fədakarlıqdır. Əgər insan fədakardırsa, yeri gələndə canından, malından keçməyə fədakarlıq edirsə, demək əsl insanlığın mahiyyətini tutub. Hacı, bax bu qurban, yəni məlum ki, İbrahim əleyhissalam, İsmail əleyhissalamın adı ilə bağlıdır. Bu başqa peyğəmbərlərə də bu əmr olunur, yoxsa fəqət elə İsmail əleyhissalamın dövründən bu ardıcıllıq da olunur? Tamam. Gəlin biz belə danışaq. Bilirsiniz ki, Qurani-Kərimdə adı çox çəkilən peyğəmbərlərdən biri də Həzrət İbrahimdir. Və demək olar ki, 30 neçə dəfə, bəlkə də çox ayətdə adı çəkilib və İbrahim peyğəmbərin tarixi barəsində dəqiq bir məlumat yoxdur. Bəzən araşdırmaçılar, tarixçilər İbrahim peyğəmbərin tarixini daş dövrünə çəkib aparırlar. Bu da təxminən bir belə hesablama ilə götürsək 3800-4000 il bundan qabağın tarixinə təsadüf edir. Yəni ortam bu cürdür. Yəni təsəvvürə gətirin ki, 4000 il bundan qabaq olan bir hadisə. Ondan sonra Həzrəti Musa, Həzrəti misal üçün İsa və sair eyni zamanda bizim peyğəmbərimiz də onun nəslindəndir. Yəni biləsiz. Köklər çox qədimdir. Yəni 4000 il tarixi olan bir ibadətin təsirindəyik biz. Mən həmişə deyirəm, bu mənəvi bir, bu təkcə ibadət deyil, bu mənəvi bir dönüşdür insan anlayışında. Və İbrahim peyğəmbər demək olar ki, sınananlardan ən çox sınanan peyğəmbərdir və hətta Allah onu Qurani-Kərimdə öz dostum adlandırıb. Xəlilullah ki, biz bunu bilirik və onu dostum adlandırıb və dost da ki, bilirsiniz də burada bir nümunədir. Fədakarlığını göstərib və mən belə hesab edərdim ki, İbrahim peyğəmbərin Quranda ümumiyyətlə hekayələr çoxdur. Ən yaxşısı biz olsun Əhsənəl Qəsəs Yusif surəsində ən gözəl hekayə bilirsiniz də. Yəni Yusif surəsi o qədər möhtəşəmdir ki, mən sizə bir maraqlı ki, yadınıza gəlir ki, bir dəfə kanalların birində Yusif serialını televizorda verirlər. Küçədə adam yox idi. Hamı evi qaçırdı. Bəli. Amma maraq üçün baxırdı o qədər. Çünki Allah onun tərifini Qurani-Kərimdə Əhsənəl Qəsəs hekayələrin ən gözəli və Yusiflə bağlı hekayə var, İbrahimlə bağlı hekayə var, Qurani-Kərimdə Musa'la bağlı, Yunislə bağlı hekayə var və bir neçə onlardan biri də Həzrət İbrahimin bu hekayəsidir ki, Qurani-Kərimdə keçir və özü də çox belə maraq doğurur. Bir hekayə şəklində insan oğlunu necə qurban kəsə bilər? Təsəvvür edirsiniz. Özdə insan gənc yaşlarında övladın o qədər də övladın kimliyinə çox dərindən vara bilmir. İnsanın yaşı biraz çoxaldı, saçı başı ağardı. Görürsünüz ki, nəvəni necə sevir və başlayır ona belə məhəbbət göstərməyə və indi təsəvvürə gətirin ki, yaşlı bir adam, yaşının demirəm də biraz mübahisə yaradır. Yaşlı bir adam, saçı saqqalı, axıl yaşına çatmış bir adama bir atı olub, gözünün ağı qarası Allah tərəfdə bir ona övlad verilir. Allah da ona deyir, get onu kəs. Mən səndən bunu istəyirəm. Təsəvvür, indi siz oğlun həlimliyinə baxın. Ata bu sözü deyəndə, oğul da bundan razılaşır. Və hətta onun bəzi yazılarda var, tarix kitablarında geniş şəkildə vüsət alan məsələlərdən biri də budur ki, mənim gözlərimi bağla, ki atasan, mənim gözümə baxarsan, mən çox təsirlənirəm. Mən çox təsirlənirəm. Birdən gözüm mənim gözümə toxunar və məni kəsə bilməzsən. Bu çox ağlayıcı bir şeydir. Və bunlar buna baxmayaraq İbrahim peyğəmbər bunların hər birinə gedir və hətta o dövr ki, daş dövrü idi, indi o dövrün bıçağı necə idisə, deyir ki, oradakı o bıçağı əlində olan o kəsici aləti hirsindən yerə vurur ki, niyə kəsmirsən, o daş parçalanır, bölünür. Və bu bir fədakarlıqdır. Mən belə hesab edirəm ki, görürsünüz ki, bu adama necə təsir qoyurdu adamın belə. Mən deyərdim ki, bu mənəvi bir dönüşdür və İbrahim peyğəmbər o dövrdə bu işi meydana gətirdi və indi bugün biz belə sizin yəqin ki, bu barədə suallarınız olacaq. Sizə bir dəstək ürəyimiz doludur. İnşallah təbii ki, danışaq. Mənə də çox kövrətli məsələ. Əslində qalanda Mehdi müəllim, məsələ bu cürdür ki,
Deməli bu günləri sosial şəbəkələrdə, ümumiyyətlə mətbuatda gedən cəmiyyət arasında mən indi xalq arasında olan bir din xadimiyəm. Cəmaatın içində suallar verirlər ki, bu peyğəmbər misal üçün Həzrət Məhəmməddən söz Mən elə mövzuya toxunmaq istəyirlər. bu çox maraqlıdır. Deyirlər ki, özündən öncəki peyğəmbərlərin hadisələrini təqdim edib, özündən nə olub ki? Misal üçün deyirlər ki, Qurani-Kərim özündən qabaqki kitabların plagiatı idi da. Yəni onlar Yəni təkrarı, şablon. Təkrardır, şablon şəklində. Əslində baxın, burada maraqlı bir şeydir. Çox belə yaxşı. Bu günləri bunu deyən adamlar Quranı bir dəfə yox, 2 dəfə oxusalar, bəlkə də bir şey anlaya bilərlər. Nə üçün deyəcəm sizə? Bəzən belə kitab kimi oxuyulur, deyirəm burada nə var idi? Amma mən sizə deyim. Qurani-Kərim elə belə kitab deyil. Onu hər dəfə mən 40 ildə oxuyuram. Hər dəfə oxuyanda hər ayəsində bir gözəlliklər üzə çıxır və bu bir çeşmədir də, qaynaya. Amma məsələ burasında ki, misal üçün biz bu gün əgər klassik ədəbiyyatımıza baxsaq, Nizaminin də Leyli Məcnun əsəri var, Füzulinin. Amma heç kəs Füzuliyə demir ki, plagiatdır. Bilirsiniz niyə? Çünki Füzuli orada özünə uyğun bir tərz qoyub və Nizaminin öz janrı, Nizaminin əsərini dirildib və eyni zamanda Nizami də misal üçün onun mən orijinalına da baxmışam, fars dilində mükəmməl bir şeydir və Füzuliyə də baxırıq. Bugün bizim Füzuli sevdiyimiz, baxmayaraq ki, bizdən neçə yüz il bundan qabaq ayrılıb, mən elə bilirəm ki, mənim həm əsrimdir, mənlə yaşayır. Amma ümumiyyətlə şeirdə plagiat o vaxt olur ki, Mehdi müəllim, deməli bir adam şeir yazır və yaxud bir hekayə yazır, bir əsər yazır, kimsəsə onu götürür, eynən kopyalayır, təqdim edir və əvvəlkini aradan aparır. Və aradan aparır, deyir ki, bu yoxdur, heç mən bunu tanımıram. Yəni o iz itirir. O iz itirir. Amma bizim Peyğəmbər iz itirməyib. Ola bilər ki, tarixi məsələləri bugün öz qaydasında, öz zamanında, misal Həzrət İbrahimin bu olayını getirib gəlib bu zaman öz zamanəsində təqdim edib də. Biz bilirik ki, Hacərdən İsmailin başına gələn o Səfa Mərvə dağının arasında olan orada yeriş, yürüş, nə bilim nə, onun illər keçib, min illər keçib Həzrət Peyğəmbər əcdadımın, yəni mən ümmətimin babası olan Peyğəmbərin dinini, İbrahimin dinini dirildərək onu meydana gətirəcəm. O elə indi yaşayır. Təqdim edirəm. Həmçinin əməllərindəndir. Amma əslində Peyğəmbər onu əslində təsdiq elədi. Baxın, o məsələnin üstündən hələ bir pozulmuş bir tarixi təzədən yazdı və o yazı elə yazıldı ki, daha heç kəs o yazını poza bilmədi. Tamam, möhürbəndi vuruldu. Və möhürü də vuruldu və buna heç vaxt plagiat demək olmaz. Yəni Peyğəmbər özündən öncəkilərin dediyini təsdiq edirdi və onun üstündə dayanırdı. Deyirdi ki, bəli, onlar həqiqətdir. Axı bir şey ki, həqiqətdirsə, çeşmə Allahdandısa, o çeşmənin necə yolunu dəyişdirə bilərdi? Sadəcə çeşmənin gözlərini açırdı ki, fərqli rənglər, əlvanlıqlar ortaya çıxsın və bu səbkidə mən qeyd edə bilərəm ki, Peyğəmbər özündən öncəki, yəni Həzrət Məhəmməddən söhbət gedir, Peyğəmbərlərin sözünü təsdiq elədi və xüsusən də Həzrət İbrahimin dinini diriltdi. Bilirsiniz, Məkkədə o ənənə qalmışdı. Bəziləri əlavələr olunmuşdu. Və o bütpərəstlər, ora bütlərin ətrafında Həzrəti İbrahimin ənənəsini yaşadırdılar. Halbuki Peyğəmbər İbrahim bütləri sındırmışdı Kəbənin o qədim zamanında. Yəni o da Qurani-Kərimdə işarə ilə keçən məsələdir. Buna baxmayaraq Həzrət İbrahim Peyğəmbərimiz, yəni Məhəmməd Peyğəmbər gəldi, Həzrət İbrahimin dediklərin yəni olduğu kimi üzə çıxartdı və təqdim etdi. Buna əsla plagiat demək özü böyük bir savadsızlıqdır. Bugün buna bir adam deyirsə ki, özündən öncəki xahiş olunur ki, bir dəfə Qurani-Kərimi oxusunlar və orada olan hadisələrə baxsınlar. Çox maraqlıdır ki, əgər Peyğəmbərin adı Quranda 4 və 5 dəfə çəkilir. Bəli. Bilirsiniz? Bəli. 4 və 5 dəfə. Amma Həzrət İbrahimin adı 30-dan çox. Musanın adı 100-dən çox misal üçün çəkilir. Bilirsiniz, bu əgər özünü təqdim etsəydi, niyə öz adını daha çox orada hallandırmırdı? Təbii ki, öz adını. Bir əsər müəllifi 10 dəfə özünü təqdim etmək üçün harda işarələr qoyur. Amma Qurani-Kərimdə cəmi 4 və 5 ayədə Peyğəmbərin adı təbii ki, surə var və bir neçə yerdə, birində Əhməd, qalanlarında da elə Məhəmməd kimi təqdim olunur və çox maraqlıdır ki, niyə İsa'nın adını daha çox çəkilir. Misal üçün orada, mən misal üçün bir məsələyə toxunmaq istəyirəm ki, Qurani-Kərimdə indi bəzən dilləri hac adı bu günləri kimlərəsə, Hacı Mehdi və yaxud kiməsə neysə deyirlər. Deyirlər ki, bu düzgün şeydir. Qurani-Kərimdə 12 dəfə haccın adı çəkilib.
Hətta orada hacılara verilən su, hacıların orada Peyğəmbərin əmisi idi Əbbas İbn Əbdülmüttəlib. Orada su paylamında o qədər fəallıq göstərmişdi ki, tarixi. Onu misal üçün hacı kimi onu təqdim edirdilər. Biz orada o işin Doğrudan da hacı bu gün gündəm yox artıq bir neçə ildir. Qəşəng özünə görə getmisən də. Getmisən əməli yerinizə. Mənə nə vacib ki, hacı demək. Ümumən bu mövzu nə dərəcədə? Bir dənə bunu açıqlayın bizim üçün. Mən sizə çox maraqlı bir. Əslində orada olan adam, bu Qurani-Kərimin məntiqidir. Orada olan adam, hətta orada hacılara qulluq edən adamlara xidmət hacı adı verilib. 12 dəfə çəkilir və həcc barəsində söhbətlər açılır. Bu Bəqərə surəsində də var, geniş şəkildə və Ali İmran surəsində də var və hacıya və hacca aid olan məsələlərdir. Və bu insanın belə deyək də Allah evinə qədəm qoyub və orada hacılara xidmət etdiyinə görə olunan verilən bir tituldur. Hacı, mən buna bir Ərbənin ziyarətində buna rast gəlmişəm ki, orada düzü yadımda qalmır, insanlara o illərlə o Kərbəla yolunda xidmət edənlərin xüsusi titul verirdilər, o ad titulları. Yəni Məkkə ziyarəti, həcc ziyarəti də bu cürdə, yəni ki, o xidmətdən irəli gələn bir məsələdir. Heç burada qəbahətli bir şey yoxdur və heç yenilik deyil. Bu elə o dövrün adət-ənənəsidir və insanlar o yerlərə qədəm qoydu. Məsəl üçün Qurani-Kərimdə Ali İmran surəsində keçən ayələrdən biri budur ki, misal üçün elə bir adam yoxdur ki, onun həcc arzusu olmasın da, öz aramızda da. Yəni ibadət, inanan adam istəyir həcc olsun. Yəni Allahı tanıyan istəyir. Yəni biz tanıyandan söhbət edirik. Bəli də Allah tanıyan. Tanımayandan işimiz yoxdur. Heç olmaq da istəmir. Allah hidayət etsin. Əslinə qalsa, orada deyir ki, "Velillahi alan-nasi haccul beyti men istata'a ilayhi sabil." Ayədə misal üçün deyir ki, imkanı olanlar mütləq o yeri, buradan belə bir söz çıxır ki, yəni onların boynunda təklifdir ki, yəni vacib sözü gəlməyib, amma vacib kimi təqdim olunur ki, oranı ziyarət etsinlər. "Velillahi alan-nasi haccul men istata'a", yəni istitaəti olanlar, gücü olanlar, qüvvət tapanlar, buradan ora gedib, şərait qurub və orada əməlləri yerinə yetirib gələnlər güc sahibləridir. Bilirsiniz də həcc məsələsi belədir. Əgər mal təhlükəsi olmasa, can təhlükəsi olmasa, iş təhlükəsi olmasa, hər hansı bir insanın imkanı olsa getməsə, məsuliyyətlidir. Hətta Peyğəmbərimizin bu barədə kəskin hədisi var. Adam onu həyəcanlandıranda özü belə həyəcanlanır. Əgər bir adamın şəraiti olsa, hər bir şəraiti bu deyilənlər, iş təhlükəsi olmasa, mal təhlükəsi olmasa, can təhlükəsi olmasa, misal üçün birdən oradan imtina eləsə imkanı olan şəkildə, Peyğəmbər deyir ki, öləndə mənim dinimdən hesablanmaz. Yəni bu da var. Yəni hətta adın çəkir filan dinindən aid olar, mənə aid olmaz. Yəni bunları istəmirik də biz elə bir yerdə, elə bir dövrdə yaşayırıq ki. Amma məsələ ondan gedir ki, yəni insan dinindən çıxa bilər oranı inkar eləsə. İndi bir adam imkan tapıb o yerləri ziyarət edib, zəmzəm suyundan içibsə və yaxud da o Kəbənin başına 7 dəfə saatın əks istiqamətində dolanıbsa, bilirsiniz də o nə üçündür? Ondan ötürüdür ki, bir ömür yazılan günahlar saat əqrəbi istiqamətində yazılıbsa da, orada təvaf olunan insan 7 dəfə onun əksini təvaf edir ki, onun günahları pozulsun. Təsəvvürü ondan ötürüdür. Bir rəmzi işarədir. Bir mənası ya, yəni çox-çox mənaları var. İndi mən birini deyirəm. Orada saatın əks istiqamətində niyə Kəbənin başına dolanırlar? Bilirsiniz, dünyanın bütün hərəkətləri bu əksinədir. Amma bu tam əksinədir. Bilirsiniz, bu belə baxanda. Amma bu ondan ötürüdür ki, bir simvolik olaraq ki, mən bir ömür günah etdim. Və bu günahlarımı ilahi Kəbənin başına əks dolanaraq istəyirəm ki, sən məndən pozasan. O qələmin, mən bir dəfə demişdim, yazan tərəfi var, bir pozan tərəfi var da. Yəni əslində insan yaşadıqca həyatda istər-istəməz günahlar edir. Mən misal üçün bir misal yadıma gəlir ki, bir axıl kişi ilə söhbət edirdim. Mehdi mənim, bəlkə də həyatınızda bu sözü heç eşitməmisiniz. O qədər maraqlıdır. Mən də eşidəndə çox heyrətləndim. Deməli, ərəb dilində həcc sözü 2 hərfdən ibarətdir. Bizim Azərbaycan əlifbasında 4 hərfdən ibarətdir. Həcc, amma ərəb dilində 2 hərfdən ibarətdir. Bir o ha hərfindən ibarətdir. Bir də siz ərəb dilini bilirsiniz, maşallah bilirəm və Quran oxuyursunuz. Orada ha hərfindən bir də
cim hərfindən, düzdürmü? Bəli. Aha. Hə və Cim. cim. Mən bir nəfərlə danışırdım. Yaşlı bir adam idi. Mənə bir işarə vurdu. O qədər heyrətə gəldim. Dedi ki, bu bəlkə də ilahi bir himcimdir ki, bizi ora aparır. Himcimə bax. Aparır bizə orada ağ kəfənləri göstərir və deyir ki, məhşər günündə bütün insanların hamısı balaca qiyamətin səhnəsində Kəbevi. Hər bir insan qiyamətin günündə yaradılış nə qədər varsa Adəmdən ta Xatəmə qədər kim olub, kimliyindən asılı olmayaraq hamı qayıdacaq, sən də qayıdacaqsan. Lüt üryan və ehram şəklində Kəbəni sənə qısa bir qiyamət göstərir, mənzərə göstərir. Bəli. Və bəlkə də orada bir ilahi himcim var, biz onu bilmirik və işarə verir sənə ki, bəli, bu bir misal idi. Nə maraqlı. Bu təfəkkür adamları, biraz belə təxəyyül, təsəvvüf adamları bunu daha çox sevir və mən belə hesab edirəm ki, orada insan gedib gələndən sonra hədis şəriflərdə var ki, onu Allah tam bağışlayır. Hətta düşünsə ki, nə isə ola bilər belə, əslində günahkar sayılar və bir də onu qeyd edim ki, o anadan doğulan uşaq kimi pak olur. Niyə də biz pak olan adama o hac adını verməyək? İndi bir adam qayıdıb gələndən sonra əgər öz ambisiyasını belə deyək də, yenə də əvvəlki vəziyyətdən qayıdırsa, o onun problemidir. Yəni söhbət nədənsə getmir. Hacı, Allah sizdən razı olsun, Allah var eləsin. Çox maraqlı, çox maraqlı. Bir sualda. Bugün həc günləridir, yəni qurban günləridir, Məkkə günləridir. Bax, bu əməlin bugün bizim cəmiyyətimizdə olan gənclərə nə kimi təsiri, nə kimi xeyri var? Bir qədər var. Təbii. Gəlin biz belə danışaq da, mən belə hesab edirəm ki, gənclər həcdən nə örnək götürə bilər? Yəni belə götürə. Yəni, bilirsiniz, ümumiyyətlə intizam, nizam və mənəvi məsuliyyət, özünü tanıma və fədakarlıq, bayaq dediyim kimi, bu kimi şeyləri gənclik bundan öyrənə bilər. Bugün cəmiyyətin içində məsuliyyətsizlik yaranıb. Cəmiyyətdə. Çox böyük. İstəyir, indi yaşlı adamları qınamırıq, ola bilər yaşla bağlıdır. Amma cavanların məsuliyyətsizliyi bizi öldürüb və mən özüm də narahatam. Yəni, deyilən vaxtda görürsən ki, məsuliyyətsiz yanaşırlar, deyilən vədə yerinə yetirmirlər. Bəzən görürsən ki, unutdum, indi bəzən nəyinsə boynuna qoyuruq, biri deyir yeməkdəndir, biri deyir havadandır, biri deyir tərbiyədən nədənsə, hər nədirsə. Bu mənəvi bir qayıdış olduğu üçün bu bayramın fəlsəfəsi, mənəvi bir dönüş və qayıdış olduğuna görə mən belə hesab edirəm ki, mənəvi məsuliyyətin aşınması üçün ən böyük vasitədir. Gənclər buradan məsuliyyət öyrənə bilər. Gənclər buradan intizam öyrənə bilər və bu işdən özünü tanıyıb və özünü tanıtdıra bilər. Çünki Həzrət tanıyıb və özünü tanıtıra bilər. Gözəl söz. Çox gözəl bir məntiqdir. Və çünki Həzrət İbrahim və İsmail dastanı sadəcə adi bir dastan deyil. Və oradan öyrənib və öyrətmək məsələləri ortaya çıxa bilər və gənclər də bundan əməlli başlı yararlana bilərlər. Bilirsiniz, orada Quranda keçən məsələləri, misal üçün insan çox danışmaq olar. Burada mən bəzi şeyləri danışıram. Yəni, ibadətin köklərində Həzrət İbrahimin tarixçəsi durduğuna baxmayaraq, amma Həzrət Məhəmməd ona bir təkamüllük gətirib. Bilirsiniz, o elə bir şeylər gətirib gəlib ki, bu günləri mən misal üçün həc sözünün mənalarını axtarırdım. Bu da bir maraqlı fikirdir. Və özüm də gənc yaşlarında getmişəm. 20 yaşında ilk dəfə hac ziyarətində olmuşam. Çox maraqlıdır ki, ilk dəfə özümə deyirdim ki, bir dəfə mənə qismət olsa bəsdir də, qoy getməyənlər getsin. Bu hamısında var. Elə adam yoxdur ki, bu barədə düşünməsin. Amma mən o hac sözünün mənalarını axtaranda belə bir mənaya rastlaşdım və bu çox xoşuma gəldi. Dedi ki, hac sözünün bir mənası da dolan gəl mənasındadır ki, insan istər-istəməz oranı görəndən sonra oranı bir də görmək istəyir. Çünki Kəbə evi başqa bir aləmdir. Ora Allah, bilirsiniz, İmam Sadiq deyirdi ki, Allah onu belə deyək, iqlimi gözəl olan bir yerdə də yarada bilərdi. Dağların ətəyində, çayların yanında və bunu quraq bir yerdə, dağların arasında
çuxur bir yerdə, Quranın məntiqi budur da, çuxur bir yerdə yaratdı və bu ondan ötürüdür ki, möminin və qeyri-möminin burada tanınmasından ötürü. İmam Sadiq gözəl bir söz deyib. Belə aləmdir. Deyir ki, bilirsən, indi adam var ki, fikirləşir ki, mənim nə işim var dağların ətəyində, quru bir yerdə, səhrada belə. Bu deyir ki, inanc insanların işidir. Allah istəyib öz qüdrətini göstərsin. Və deyib ki, yeri gələndə mən dağların yamacında elə bir şey yarada bilərəm ki, heç milyonlar insan o yaşıllığa getməzlər, gedərlər onun üstünə. Bu da Allahın bir qüdrət nişanəsidir. Və eyni zamanda sizin sözünüzə qüvvət olaraq gənclər buradan bunu ibrətə götürə bilərlər ki, oraya elə belə yer deyil. İlahi bir ocaqdır. Hacı, Allah razı olsun. Mənim o suallarım vaxtı nəzərə alaraq tam bir sonuncu sualı ünvanlandırım. Hacı, bax, həc, vacib əməl, orada kəsilən qurbanlar və hər kəsənin öz məmləkətində kəsilən qurban. Və bu qurbanların paylanması və ya burada kəsilən qurbanlarla orada kəsilən qurbanların fərqi var. Bilirsiniz, bu günləri mən indi bir din xadimi kimi illərdir bu barədə biz danışırıq. Yenə də görürük ki, yetərin qədər məlumatlandıra bilmirik. Bəzi insanlar öyrənmək istəmir, bəziləri inatkarlıq edir ki, belə. Amma əslində qalanda burada olan insanların heç birinə vacib deyil qurbanın kəsilməsi. Biz bunu bilirik. İnsan hacda olarkən, misal üçün orada ayədə keçir ki, وَاَتِمُّ الْحَجَّ وَالْعُمْرَةَ لِلّٰهِ Siz Allah üçün həcci, ümrəni yerinə yetirin və şərtlərdən biri də heyvanın kəsilməsidir. Və mən bayaq ilk başlanğıcda dedim ki, qurban sözünün mənası ilə yaxınlaşmaq deməkdir də. Yəni qurban quribədən, yəni yaxınlaşmaq. Yəni burada Allaha yaxınlaşmaqdan söhbət gedir. Onsuz da Quranın arasında sizin kəsdiyiniz qurbanların əti və qanı Allaha çatmaz. Çatan təqvalarınızdır. Mən burada belə hesab edirəm ki, bu işdə Allah bir təqvalılıq insandan bəsləyir və gözləyir. Və hac evində qurban kəsməyi bir şərt edir. Səkcə bu heyvanın başının kəsilməyindən söhbət getmir. Bizimkilər elə bilər qoyunu kəsdik və dəvəni kəsdik və bununla iş bitdi. Yox. O qoyunu kəsəndə, dəvəni kəsəndə orada belə deyə də virtual olaraq şeytana atılan daşlar, hamısı rəmzi işarələrdir. Yəni, şeytana daş atmağı bu günləri biz cəmaatı başa sala bilmirik ki. O nə üçündür? O nə üçündür? Orada ola bilər belə virtual bir daş atılır. Amma o daş atılanda misal üçün deyir ki, mən bu il yalan danışmışdım. Daha danışmayacağım. Bu şey bir daş attım. Yəni daşın attım. Mən bu günləri oğurluğun daşını attım. Mən bugün yalanın daşını attım. Mən bugün nəfsimin, gözümün, çirkinliyimin daşını attım. O mənaya gəlir ki, bu bizdə elə deyirlər ki, getdim bu işi elədim, filan kəs elədi. Biz siz selə qoşulub getmək lazım deyil. Ən azından bunun bir mənasını İmam Sadiq bir nəfərlə danışanda deyir ki, getdim Məkkəyə, ehram bağladım. Ehram bağlayanda nə başı deyil, bağladım da belə dedi. Sənin ehramın mənası yoxdur ki. İnsan ehram bağlayanda düşünməlidir ki, bir gün mən bu bədənə istər-istəməz mənim bu bədənimə kəfən bağlayacaqlar. Bilirsiniz, məna budur. Yəni, orada hamısı şərtdir ki, düşünmək üçün və bir də onu qeyd edə bilərəm ki, bu çox önəmlidir. Orada hətta bir ağacı qanadın belə, qarışqanın dəyəri bir qoyunun, heyvanın dəyərinə bənzəyir. Allah orada hər bir şeyə, bir otu ehram vəziyyətində sən bir ot qırsan, gərək bir qoyun, misal üçün də, yəni ehram vəziyyətində olma kəfarəsi gəlir. Çox böyük bir ibadətdir, çox böyük bir düşüncə istəyir ki, insandan bunu yerinə yetirsin. Və mən ona qeyd edərdim ki, Bakıda, Azərbaycanda olanlar, yəni qurban kəsməyə vadar deyirlər, məcbur deyirlər. Əgər nəzir ediblərsə həmən günü, bir nəzir qurbanı demişəm, həmən günü mən bu sual verəcəyəm ki, hacı, nəzir olunur. Məsələn, mən nəzir eləmişəm ki, filan işim həyata keçər, qurban bayramında məsələn, qurban kəsərəm. Yəni bilirsiniz, bu diriliş forması var da. Məsəl üçün, nəzir qurbanını əgər nəzir demişəmsə, qurban bayramında kəsəcəm, o nəziri o gün kəsə bilərsə, o vacibdir. Əgər misal üçün, mən adi bir nəzir demişəm, onu gətirib qurban bayramı günündə kəsin, bu düzgün deyil.
Yalnız Qurban Bayramı günü nəzir eləmişəm ki, misal üçün nəzir deyirəm ki, filan məsələn Qurban Bayramını kəsəcəm. Onu gərək Qurban Bayramında o vacib sayılır. Bu burada. Amma Kəbəyə gedən adamlar, əgər deyirsən pulu itirmisən və yaxud şəraitin yoxdursa Qurban Bayramında heyvan kəsə bilmirsən də, onun da çıxış yolu var. 3 gün orada qayıdıb gələndən sonra 7 gün burada oruç tutmaq məsələləri nə bunlar fiqh məsələləri təbii ki, şəriət kitablarında geniş şəkildə yer alıb. Mən onu demək istəyirəm ki, yəni mən istəyərdim ki, burada olan adamlar bu məsələyə, bu həcc fəlsəfəsinə çox yaxşı belə baxsınlar və eşitsinlər və bu barədə bilənlərdən soruşsunlar. O qədər maraqlıdır ki, inanın mənə ki, bəlkə də bu hadisə, bu belə deyək, bu tarixi olan hadisə, buna prioritet bir başqa bir şey tapa bilməzsən. Yəni bu çox qiymətli bir şeydir. Yəni buna başqa bir don giydirmək olmaz. Bu elə budur. Hacı çox sağ olun. Allah razı olsun. Allah var eləsin ki, bugün yenə də çox mən sizə təşəkkür edirəm ki, bəlkə də ola bilər ürəyiniz can olmadan yox, lap belə inan ki, xüsusi mənada, yaxşı mənada bir keyf elədik, mənəvi bir keyf elədik. Hacıcan, sonda istəyərdim gənclərə bir bu həcc barəsində bir dua eləyəsiniz. Bəlkə bir çağırış eləyəsiniz. Mən istəyərəm, həmişə dualarımda deyirəm ki, Allah göydən belə deyək də, nemətini, yerdən bərəkətini, qəlblərimizdən isə mərhəmətini çəkməsin, kesməsin. Bilsən, heç bir evlad valideyn yanında utanmasın. Heç bir ata da övladın yanında utanmasın. Bu Qurban Bayramının əsas mahiyyəti ilə paylaşımdır. Burada valideynlər, yaxınlar, əzizlər qurban əti ilə sevindirilməlidir. Bu bir simvolik bir şey olsa da, amma burada bir Peyğəmbər adı var. Əgər bugün bir nəfər bir heyvan kəsib və yaxud da ki, bir qurban payı ilə öz ata-anasının yanına gedirsə, bir yaxını sevindirirsə, nə xoş belə. Övladlara da məsləhət görərdim ki, bu adla aradan olan bu körpüləri bərpa etsinlər. Ümumiyyətlə, bu yaxşı bir şeydir. Və Allah xalqımıza çox belə bayramlar nəsib eləsin və hesab edirəm ki, getməyənlər o gözəl Kəbə evini yaxından ziyarət eləsinlər. İlahi amin. İlahi amin. Çox sağ olun Hacı. Çox sağ olun. Minnətdarı təşəkkür edirəm. Dəyərli izləyicilərimiz, bax bugün mübarək Qurban Bayramı. Studiyamızın qonağı dəyərli qasımız, dəyərli ilahiyyatçımız Hacı İlham qardaşım oldu. Təbii ki, bizləri dua etməyi unutmayın. Elə gələn həftənin bugünkü gününə qədər sizlərdən ayrılırıq. Sağ olun, salamat qalın.